Herkese salam. Bugün sizlerle nənəmin kvadratı veya xanım beğendi, bey dilendi, xanım beğendi olan bu motiv kvadratlardan toxuyuruq. Bu adları deməyimin səbəbi YouTube'da siz bunu axtarsanız hemen bu adlarla tapmış olacaqsınız. Gəlin başlayaq toxumağa. Bunun için mən pambıq iplər seçmişəm və 3 nömrə milçə. Kısa ip önde, uzun ip arkada olarak bu şekilde tuttum. 1 2 2 3 4 ilmek çektim, qalxdım və dördüncü ilməni birinci ilmənin içine aparıb bir ipdə alıb sürüşdürməklə keçirdirəm yuxarı və daha sonra yenə 1 2 3 ilmə alıb milçənin başına ip alıb hemen buradaki dairenin içine gedirəm. Getdik və ip çıxardırıq. Milçənin üstündə 3 ip var. İkisini bir toxuduq. Başına ip alırıq milçənin və yenə həmən yerə gedirik. İkisini bir. Həmən ki bu başda 3 ilməklə qalxmışdıq yuxarı. O bizim üçün bir ikili sütunu əvəz edir. 2 ilmə alırıq. 1 2 başına ip alırıq və yenə bura gedirik. Eyni yerdən ikisi bir başına ip alıb toxumağa devam edirik ikili sütunlarımızı. Biz hal-hazırda bax bu birinci küncü, bu birinci 4 küncü hazırlayırıq. Yenə baş 2 ilmə alıram milçə ilə və yenə həmən yerə toxumağa devam edirəm. Və bu şekilde yenə 2 ilmə alıram və yenə eyni küncün içine bax bu kısa ipi de ora bura atıram ki o gizlənsin, möhkəmlənsin, mən onu rahat kəsə bilim. Və yenə sonuncu ikili sütunumu toxuyacağım. Bunu artıq yetərincə aralarda gizlətdiyimi düşünürəm və kəsirəm. Və beləliklə son 2 ilməmi çəkib 3 ilməklə ki başlamışdım. Bax, həmən o